Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində 27.05-in qurğundan, deməli, Paştovoy getdikdə yolun sol tərəfində mərkəzi yoldan təxminən 250-300 metr məsafədə bax qarşıda gördüyünüz torpaq sahəsi satılır. 4,5 sot torpaqdır, xüsusi mülkiyyətdir, sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqı edən sənəddir, tex pasportu var. Qiyməti 15.000 manatdır, qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə torpaq sahəsinin ərazisini, eyni zamanda ətrafını görürsünüz. Torpaq tökmə deyil, insansız küçədə olmağını görürsünüz. Sağ küçənin sağında, solunda yaşayış var. Eyni zamanda deməli işıq və qaz xətləri çox yaxınlıqda yerləşir, suda yaxınlıqda olmalıdır. Onu da deyim ki, bu torpaq sahəsinin çıxarışı olduğuna görə işıq, su xətləri, eyni zamanda qaz xəttini çəkdirməkdə heç vaxt, heç bir halda çətinlik olmur. Yenidən torpaq sahəsinin ərazisini göstərirəm. Dediyim kimi qiyməti 4,5 sotdur, 15.000 manatdır, 4,5 sotdur. Qiymətin yenə təkrar edirəm, 15.000 manatdır, qiymətində mütləq razılaşma olmalıdır. Torpaq tökmə deyil. Sizlərə uğurlar.